Dəyişən cəryan dövrəsində tutum müqaməti. Kondensatoru dəyişən cəryan dövrəsinə qoşduqda həmin o meydana çıxan müqamətə tutum müqaməti deyirik şagirdlər. Və tutum müqamətidən bir qədər sonra danışacağıq. Hələlik dövrənin sxemini çəkək. Bax, bu kondensatordur. Bax, belə bir dəyişən cəryan dövrəsinə qoşulub. Və burada deyək ki, UM kosinus omega t qanunundan dəyişir. Və biz burada Q-nün hansı qanundan dəyişdiyini də bilə bilərik. Belə ki, kondensatorun tutum düsturundan S bərabərdir Q böl U-dan biz Q-nü tapsaq olacaq SU. Yəni mən burada Q-nü tapsam bu ifadəni S-yə vurmalıyam. Onda Q bərabər olacaq. S vurulsun U. O da bərabər olacaq. S vurulsun UM kosinus omega t. S vur UM Q'nun maksimal qiymətini verir. Onda tənliyimiz olacaq. Q bərabər olacaq. QM kosinus omega t. Buna deyək bir düsturu. Və kondensator qoşulmuş dövrədə deyək ki, elektrik yükü kosinüs qanunundan dəyişir. Sinusla da dəyişə bilərdi, kosinusla da. Biz sinusla yox, kosinusla vermişik. Yenə də belə bir qrafik çəkirik. Bu hissələrə qeyd edirik. Bura yazırıq QM-i. Bura oldu QM. Bura olacaq 4-də 1, 4-də 2, 4-də 3. Burada olacaq tam periyod. Bax belə. İndi biz gərginliyi də o qanundan dəyişdiyini görə bilərik. Çünki Q ilə U eyni qanunla dəyişəcək. Onda gərginlik də kosinus qanunundan dəyişəcək. Hə, indi bizə əsas məsələ odur ki, görək cəryan şiddəti hansı qanundan dəyişəcək. Bizim böyük problemimiz odur. Hə, onu bilmək üçün biz əvvəlki dərslərdən bildiyimiz bilgilərdən istifadə etməliyik. Yəni, biz bilməliyik ki, I Q-nün zamana görə birinci tərtib törəməsinə bərabərdir. Yəni, mən yuxarıdakı ifadədən törəmə almalıyam. Yəni, QM kosinus omega t'nin törəməsini almalıyam. Kosinusun törəməsi mənfi sinusu verir. Yəni, mənfi, 2-nin törəməsi də qabağa çıxır. Mənfi QM omega sinus omega t. Hər bir trigonometrik funksiyanın qarşısında duran ədəd həmin funksiyanın, həmin kəmiyyətin maksimalını verir. Yəni, mən burada yazaram ki, bərabərdir mənfi im sinus omega t. Yəni, i dəyişdi, mənfi im sinus omega t qanunu ilə dəyişdi. Bu burada dursun. Buna deyək 2 düsturu. Və bunun qrafikini çəkək. Bunun qrafikini çəkəndə mənfi sinus qanunun qrafikini bilməliyik ki, bax bu mənfi sinus qanunudur. Riyaziyyatdan bilirsiniz bunları. Bu nöqtə mənfi im-ə uyğundur. Bu nöqtə isə müsbət im-ə uyğundur. İndi burada bəzi trigonometrik riyazi ifadələri çevrilmələri bilməlisiniz. Məsəl üçün, bilməlisiniz ki, şagirdlər, kosinus pi bölü 2 plus alfada keçir ikinci rübə və orada mənfi qiymət alır. Yəni, bu ifadə olacaq mənfi sinus alfanı verir. Çünki üçüncü rübə keçir. Üçüncü rübdə kosinus mənfidir. Pi bölü 2 plus alfada keçir. Pi bölü 2 ilə 2-də 3 pi'də də kosinus sinusa, sinus kosinusa çevrilir. Yəni, mən burada bu sinus ifadəsinin yerinə nə yaza bilərəm? Yaza bilərəm ki,
Kosinus omega t plus pi bölü 2. Yəni mənfini aradan qaldırmaq üçün bu ifadənin yerinə belə bir şey yazıram. Baxın, yazıram ki, i bərabərdir i e, kosinus omega t plus pi bölü 2. Və mən i ilə q rəqslərim. Bax, buna da deyirəm 3 tənliyi. Və mən bu 3 tənliyi ilə bir tənliyini qarşılaşdırıram. Qarşılaşdırdığımız zaman nə görürəm? Görürəm ki, bax, bu tənliyi qarşılaşdırıram. Görürəm ki, cəryan şiddəti rəqsləri gərginlik rəqslərini pi bölü 2 qədər qabaqlayır. Yəni pi bölü 2 qədər öndə gedir. Yəni mən u-nun qrafikini pi bölü 2 qədər sağa sürüşdürsəm, bax buradakı kimi bax sağa sürüşdürsəm, i-ni alaram. Bax görürsüz burada həmçinin bax həmçinin mənfi sinusdur bax. Gördünüz həmin mənfi sinusdur. Yəni mən bunu biz kəsib sürüşdürməyi rəqslərdə də demişdik. Yəni biz gərginlik rəqslərini pi bölü 2 qədər, yəni 90 dərəcə sağa sürüşdürməklə biz kondensator qoşulmuş dəyişən cəryan dövrəsində cəryan şiddəti rəqslərini almış olarıq. Və bunu mütləq burada qeyd edək. Yazaq ki, bu ifadədən, sonuncu ifadədən görünür ki, bunun hardan gəldiyini bildiniz də. Sonuncu ifadədən görünür ki, kondensator qoşulmuş dəyişən cəryan dövrəsində cəryan şiddəti rəqsləri, mən şiddət sözünü yazmıram, qısaca yazıram ki, cəryan rəqsləri gərginlik rəqslərini pi bölü 2 qədər qabaqlayır. Yəni fazaca pi bölü 2 qədər öndədir. Bir dənə də qeyd edim ki, belə qısa yazıram. UT qrafikini pi bölü 2 qədər sağa sürüşdürməklə IT qrafikini alarıq. İndi nümunələr göstərirəm burada. Məsəl üçün deyək ki, U qrafiki kosinus qanunu ilə dəyişir. Önemli olan burada pi bölü 2'nin yerini düzgün tespit etmektir. Bak pi bölü 2 ilk eğildiği yerdi. Bak bura pi bölü 2'dir. Yani 1/4 periyot dediğimiz yer pi bölü 2'dir. Çünkü 360'ın 1/4'i 90 eləyir. 90 da pi bölü 2'dir. Mən indi bu qrafiki pi bölü 2 qədər sağa sürüşdürmüşəm. Baxın, qırıq-qırıq xətlə çəkirəm. Bax, sağa sürüşdürəndə i-nin qrafikini alacağım. Altından həmən qrafiki çəkirəm. Gördüyünüz kimi mənfi sinusla dəyişir. Bunu tənli ilə də görmək olur. Gördünüz burada mənfi sinusa baxın, mənfi sinus, amma bu müsbət kosinusdur. Tənliklərdə də bunu görmək olur. Yəni siz u-nun u-dan q-yə keçib q-dən törəmə alsaz, biləcəksiniz ki, nə tərdir vəziyyət. İndi tutaq ki, u sinusla dəyişir. Məsələn, ola bilər də elə bir şey mümkündür. İndi tutaq ki, buradan bir sərhəd qoyaq, fərqlənsin deyə. İndi deyək ki, u sinusla dəyişir. Bax, u deyək ki, sinus qanunu ilə dəyişir. Bax belə. Qrafik biraz yaxşı alınmadı. Hə, bax bu hissə, bax bu hissə pi bölü 2 hissədir. Bax, 1/4 periyot dediğimiz yer pi bölü 2'dir. Bax, onu baxın, sürüşdürdüyümüz zaman qrafiki i-ni alarıq. Bunun altından çəkirəm.
i'nin qrafikini. Onda görürsünüz ki, bu da kosinusla dəyişəcək. Çox maraqlıdır. Baxın, kosinusla dəyişəcək. Yəni, qısa və konkret olaraq təkrar deyirəm ki, kondensator qoşulmuş dövrədə cəryan şiddəti rəqsləri sxematik göstərirəm. Bu kondensator, bu dəyişən cəryan dövrəsi və U rəqsləri qabağınca pi bölü 2 qədər qabaqda gedən i rəqsləri. Bax, belə göz yaddaşı ilə yadda saxlaya bilərsiniz. Və deməli, i və u arasında fazalar fərqi beləliklə pi bölü 2-yə bərabərdir. Onu da görək orta güc nəyə bərabərdir? Orta gücün düsturunu yazsaq, P bərabərdir i u vurulsun kosinus delta fi. Delta fi bu ararsa faza fərqidir. i-u vurulsun kosinus pi bölünsün 2. Kosinus pi bölü 2 də 0 alır. Onu biləsiniz. Kosinus 90 dərəcədə 0 alır. Vurduq bunu 0-a, onda 0 olacaq. Deməli, kondensator qoşulmuş dəyişən cəryan dövrəsində kondensator qoşulmuş dəyişən cəryan dövrəsində orta güc 0-a bərabərdir. Həmçinin istilik miqdarı da 0-a bərabərdir. İstilik ayrılmır. İstilik ayrılmır. İstiliyi hardan bilə bilərik? İstiliyin düsturu Q vurulsun P, orta güc vurulsun T. Orta güc 0-a bərabərsə, 0-ı nəyə vursaq 0 olar. Yadınızdaysa biz demişdik, ifrat keçicilərdə elektrik cəryanı keçərkən istilik miqdarı ayrılmır. İndi bura biz əlavə eləyirik kondensatoru. Kondensator qoşulmuş dəyişən cəryan dövrəsində istilik miqdarı ayrılmır. İndi tutum müqamətindən danışaq sizə. Kondensatorun tutum müqaməti. Kondensatoru dəyişən cəryan dövrəsinə qoşduqda, o kondensator orada bir müqavimət yaradır. Həmin o müqavimətə biz XC deyirik, yəni tutum müqaviməti deyirik və tutum müqaviməti bu düsturla hesablanır. XC bərabərdir 1 bölünsün omega C. Burada omega məxsusi tezlikdir. Və burada cürbəcür düsturlar yaza bilərik. XC bərabərdir 1 bölünsün 2 pi nu vurulsun C və ya XC bərabərdir 2 pi böl T yazarıq. T buradan qalxar yuxarı olacaq 2 pi C. Bax, bu şəkildə tutum müqaviməti bu şəkildədir və tutum müqavimətinin vahidi digər vahidlər olduğu kimi digər müqavimətin vahidlərində olduğu kimi tutum müqavimətinin də vahidi 1 ohmdur. Bu tutum müqaviməti haqqında yenə də cürbəcür şeylər demək olar. Tutum müqavimətini necə artırmaq olar? Dəyişən cəryanın periyodunu artırmaqla və ya tezliyini azaltmaqla. Yəni biz burada qrafik çəkə bilərik. Tutum müqaviməti XC omeqadan və kondensatorun tutumundan tərs asılıdır. Həmçinin dəyişən cəryanın tezliyindən də tərs asılıdır bu arada. Və dəyişən cəryan periyodundan isə tutum müqaviməti düz asılıdır. Bu şəkildə. Biz burada nə iş görə bilərik əlavə olaraq? Kondensatorun tutum düsturunu yaza bilərik. Epsilon 0 S bölünsün D. Bunu aparıb tutum müqavimətində yerinə yaza bilərik. 1 böl omega C-də bu ifadəni yaza bilərik. Yazaq görək nə olur. Omega epsilon 0 S D də qalxır yuxarı. Və buradan görürük ki,
tutum müqaməti D ilə də düz asıdır. Həmçinin S ilə və ya dielektriklə tərs asıdır. Yəni kondensatorun deyək ki, lövhəsi içi boşdur. İçi boş kondensatorun tutumu S0'dır. Tutum müqaməti isə XC0 olsun. Biz bu kondensatorun lövhələri arasına dielektrik daxil etdikdə, baxın, belə bir dielektrik nüfuzluğu epsilon olan maddə daxil etdikdə, təbii ki, bunun tutumu epsilon S0, epsilon dəfə artacaq. Amma tutum müqaməti epsilondan tərs asılı olduğuna görə bunun tutum müqaməti olacaq xc0 bölünsün epsilon. Yəni epsilon dəfə azalacaq. Məsəl üçün bu dielektrik 7-dirsə, onda tutum müqaməti olacaq xc böl 7. Yəni 7 dəfə azalmış olacaq. Bax bu dediyim söhbətə siz dim topluda rast gələcəksiniz. Bax belə. Tutum müqaməti haqqında da geniş bir məlumat verdim. İndi sizə danışacağım dəyişən cəryan dövrəsində induktiv müqamətdən. Yəni belə deyək də, sarğac qoşulmuş dəyişən cəryan dövrəsi. Amma bir şey yenə unutdum. Kondensator qoşulmuş dövrə hissəsi üçün Ohm qanunu yazaq. Yazaq ki, kondensator qoşulmuş DC dövrəsi üçün Ohm qanunu. Ohm qanunu belədir. I bərabərdir. İm ilə də yaza bilərsiniz. Adi I ilə də yaza bilərsiniz. Fərq eləməz. I bərabərdir. U bölünsün xc. Və yaxud da I bərabərdir. U bölünsün xc-ni yerinə yazırıq 1 böl omega c. Və U vurulsun omega c. Və burada dediyim şeyləri omeganın düsturlarını burada yerinə yazsaq, onda yenə də i-nin t-dən və n-dən asılılıqlarına almış olarıq. Bunu sizin özünüzə həvalə eləyirəm. Burada mən bir şey deyəcəm. İm bərabərdir. Bu düsturu belə də yaza bilərsiniz. UM vurulsun omega c. Bax, bu şəkildə də Ohm qanunu yaza bilərsiniz. İndi biz dəyişən cəryan dövrəsində induktiv müqamət, yəni sarğac qoşulmuş dəyişən cəryan dövrəsindən danışacağıq. Yazıram ki, dəyişən cəryan dövrəsində induktiv müqamət. Başlıq belədir. Dəyişən cəryan dövrəsində induktiv sarğacı biz dəyişən cəryan dövrəsinə qoşduğumuz zaman o sarğac da bir müqavimət yaradır. O müqavimətin adı gedir induktiv müqavimət. Və fərz edək ki, dəyişən cəryanın bu hissəsində, yəni mənbə hissəsində cəryan şiddəti bu qanundan dəyişir. İm kosinus omega t qanundan dəyişir. Deməli, i bərabərdir. Buradan da ayrıca yazaq. I bərabərdir. İm kosinus omega t. İndi biz yadınızdadırsa EHG-nin necə dəyişdiyini bilirdik. EHG-nin düsturu öz-özünə induksiyada danışmışdıq bu barədə sizə. Bilmirəm, xatırlayırsınızmı? Yazmışdıq ki, epsilon i bərabərdir. Mənfi L vurulsun i-nin zamana görə törəməsi. Yəni biz bu ifadədən törəmə almalıyıq. Yazaq epsilon i bərabərdir. Mənfi L vurulsun i kosinus omega t'nin törəməsi. Kosinusun törəməsi mənfi sinus verir. Mənfi burada mənfiyə deyil. İçinin törəməsi də çölə çıxır. Olacaq belə. Epsilon i bərabərdir L
I maksimum omega sinüs omega t. En bugünkü birinci dərsdə dedik ki, bu EHG-nin amplitud qiymətidir. Onda EHG bərabər olacaq epsilon maksimum sinus omega t. Və mənbədəki gərginlik əks işarə ilə induksiya EHG-sinə bərabər olduğuna görə, onda biz bu gərginliyi yazacağıq mənfi UM sinus omega t qanunundan yazacağıq və biz burada mənfini aradan qaldırmaq üçün yenə də pi bölü 2 söhbətinə müraciət edəcək. Yəni mən burada mənfini aradan qaldırmaq üçün bunu belə yazacağım. UM kosinus omega t plus pi bölü 2. İndi sonuncu yazdığımız düstura və birinci yazdığımız düstura nəzər yetirsək, görərik ki, sarğac qoşulmuş dəyişən cəryan dövrəsində gərginlik rəqsləri cəryan şiddəti rəqslərini pi bölü 2 qədər qabaqlayır. Bayaq kondensatorda İU-nu qabaqlayırdı. Sarğacda isə UI-ni qabaqlayır. Yəni yazaq ki, sarğac qoşulmuş sarğac qoşulmuş dəyişən cəryan dövrəsində gərginlik rəqsləri cərəyan şiddəti rəqslərini pi bölü 2 qədər qabaqlayır. Yəni bunlar arasındakı faza fərqi pi bölünsün 2-yə bərabərdir. I və U arasındakı faza fərqi pi bölü 2-dir. Belə. İndi biz burada yenə də bu səfər bayaq U-nu sürüşdürürdük pi bölü 2 qədər qabağa. İndi i-ni qrafikini sürüşdürəcək pi bölü 2 qədər qabağa. Yenə də nümunələrlə göstərim. Deyək ki, i-dir, t-dir və deyək ki, bu kosinus qanunundan dəyişib. Bu nöqtə pi bölü 2-yə uyğundur. Və qrafiki biz pi bölü 2 qədər sağa sürüşdürməklə bu dəfə u-nun qrafikini alacağıq. Görürsünüz ki, burada mənfi kosinusla dəyişir artıq. Yox, mənfi sinusla dəyişir artıq. Bax, bu şəkildə. Burada da onu görürük. Mənfi sinus olduğunu görürük. Və ya ola bilsin ki, cəryan şiddəti sinusla dəyişsin. Onda biz pi bölü 2 qədər qabaqlayaraq onun qrafikinə keçə bilərik. Deyək ki, bu sinusla dəyişir. Biraz daha yaxşı çəkə bilərik. Və bunu biz pi bölü 2 qədər, bu nöqtə bilirik ki, pi bölü 2-dir. Pi bölü 2 qədər sağa sürüşdürə bilirik. Onda u-nu alarıq. Bax, bu düz altından bunun qrafikini çəkirik. Onda da müsbət kosinus olur. Bu şəkildə. Belə. İndi bunlar arasında bunu da yenə də sxematik olaraq burada dediyimiz kimi burada da deyək ki, sarğac qoşulmuş, induktiv sarğac qoşulmuş dəyişən cəryan dövrəsində gərginlik rəqsləri pi bölü 2 qədər qabaqlayır cəryan şiddəti rəqslərini.
Ona görə də bunlar arasında faza fərqi i ilə o arasındakı faza fərqi pi bölünsün 2-yə bərabərdir. Və görək orta güc nəyə bərabərdir? Orta gücün düsturunu yazırıq. I vurulsun U kosinus delta fi. I vurulsun U kosinus delta fi'nin yerinə pi bölü 2 yazırıq. I vurulsun U kosinus pi bölü 2 də 0 dərəcə alır. Bu da olur 0. Ayrılan istilik miqdarda P orta vur T olduğuna görə 0 vurulsun T 0. Deməli, sarğac qoşulmuş dövrədə sarğac qoşulmuş dəyişən cəryan dövrəsində istilik miqdarı ayrılmır. Bu ikisinə bağlı bir Venn diaqramı düzəltsələr, hər ikisinin ortaq xüsusiyyəti ondan ibarətdir ki, hər iki halda istilik miqdarı ayrılmır. Yəni Venn diaqramında ortaya bu gedəcək. Və dedik ki, sarğacı biz dəyişən cəryan dövrəsinə qoşduqda, sarğacı dəyişən cəryan dövrəsinə qoşduqda, orada bir müqavimət yaranır. Həmin müqavimətin adı adlanır induktiv müqavimət. İndi sizə induktiv müqavimətdən danışacağım. İnduktiv müqavimət. İnduktiv müqavimət XL ilə işarə olunur. XL. XL bərabərdir, düsturu belədir. Omega vur L. Omeganın yerinə yenə də biz bildiyimiz düsturları 2 pi nu vurulsun L və yaxud XL bərabərdir 2 pi böl T vurulsun L şəklində yaza bilərik. İnduktiv müqavimətin vahidi də digər müqavimətlərdə olduğu kimi 1 ohmdur. Yəni ohmdur. 1 yazmayaq, sonra çaşdırarsınız. 1 ohmdur. Burada induktiv müqavimətdə nəyi dəyişə bilərik? Eli necə dəyişirik? Eli yadınızdadsa sarğac olan hissə ilə ferromanit içliklə dəyişirdik. Çünki el burada mü el 0 idi. Biz burada yerinə yazdığımız zaman xl bərabər omega vur mü el 0 olur. Bu nə deməkdir? Bu deməkdir ki, deyək ki, belə bir sarğacda induktivlik L0-dırsa, tutum müqaviməti X L0-dırsa, bu sarğacın içərisinə ferromaqnit daxil etdikdə ki, bunu oxla göstərirəm. Ferromaqnit, maqnit olan maqnit daxil etdikdə bunun induktiv müqaviməti olacaq X vurulsun L0. Yəni mü dəfə artacaq. Məsələn, atıram da ki, mü 800-dürsə, onda induktiv müqavimət olacaq 800 vurulsun XL. Yəni 800 dəfə artmış olacaqdır. Və oxla buradan göstərək belə ki, siz biləsiz. İnduktiv müqavimət qoşulmuş dövrə üçün, sarğac qoşulmuş dövrə üçün ohm qanunu. Sarğac qoşulmuş dəyişən cəryan dövrəsi üçün ohm qanunu. Dəyişən cəryan dövrəsi üçün ohm qanunu yazacaq İM bərabərdir. UM bölünsün XL və ya I bərabərdir. U bölünsün XL yaza bilərsiniz. Və yerinə qoya bilərsiniz ki, I bərabərdir. U bölünsün XL yerinə omega L yaza bilərsiniz. I bərabərdir. U bölünsün omeganın yerinə 2 pi nu və yaxud 2 böl T qalxar yuxarı. Bax, bu düsturlardan istifadə edə bilərsiniz. Beləliklə, dəyərli dostlar, sarğac
qoşulmuş dəyişən cəryan dövrəsi üçün də ohm qanunu sizə keçdim. İndi bunların hamısını Bunların hamısını qoşaq dəyişən cəryan dövrəsinə. Yəni həm rezistoru, həm kondensatoru, həm də sarğacı qoşaq dəyişən cəryan dövrəsinə. Görək nə olur. Deməli, onun da həmin o dərsin də adı olsun dəyişən cəryan dövrəsində tam müqavimət. Dəyişən cəryan dövrəsində tam müqavimət. Tam müqavimət olması üçün əvvəl şəkli çəkək. Bax, burada erdir. Sonra kondensator qoşublar. Bu oldu XC və bir dənə də sarğac qoşublar və buradakı müqavimət də oldu XL. Və bunlar belə bir dəyişən cəryan dövrəsinə qoşulublar. Və bu dövrədə ohm qanunu belə tapılır. Ya daha doğrusu tam müqavimət Z ilə işarə olunur. Və Z maraqlıdır bu qanunla, bu düsturla tapılır. Z bərabərdir. Kök altında R kvadratı üstə gəlinsin XL çıxılsın XC'nin kvadratı. Bax belə. Burada Z tam müqavimətdir. Və biz burada tam dəyişən cəryan dövrəsi üçün ohm qanunu yaza bilərik. Dəyişən cəryan dövrəsi üçün ohm qanunu. Yəni İM bərabərdir və ya I bərabərdir. Fərq eləməz. İM və ya I. UM bölünsün Z. Z-in də bu ifadəsini gətirib yerinə yaza bilərsiniz. İM bərabərdir. UM bölünsün. Kök altında R kvadratı üstə gəlinsin. XL çıxılsın XC'nin kvadratı. Bax, bu da oldu dəyişən cəryan dövrəsi üçün ohm qanunu. Və burada biz elektrik rezonansından danışa bilərik və bu çox mütləqdir və burada yazaq elektrik rezonansı 5 dəqiqə vaxtımız qalıb, bitirəcəyik o anda. Elektrik rezonansı. Biz mexaniki rəqslərdə də rezonans danışmışdıq. Məxsusi rəqslərin tezliyi məcburi rəqslərin tezliyinə bərabər olan anda amplitudun kəskin artması hadisəsinə demişdik rezonans. Burada da təqribi elə bir şeydir. Bu əyrinin adı isə rezonans əyrisidir. Bu əyridə 2 dənə əyri çəkmişik. 1, 2. Əyri nə qədər hündür olarsa müqavimət daha az olur deməkdir. Yəni burada R2, R1-dən azdır. Və bu nöqtədə həmişə omega 0-ı götürürsünüz. Və rezonans şərti də belə idi. Omega omega 0-a bərabər idi. T 0-a bərabər idi və nü 0-a bərabərdir. Burada omega 0 məxsusi tezlik idi. Yəni rəqs konturunun məxsusi tezliyidir və bu düsturdan hesablanır. Omega 0 bərabərdir 1 böl kök altda LC. İndi rezonans şərtinin baş verməsi üçün, yəni cəryan şiddətinin maksimum olması üçün ən önəmli məsələlərdən biri XL-in XC-yə bərabər olmasıdır. XL XC-yə və yaxud UMC-yə, yəni kondensatordakı gərginliyin maksimal qiyməti sarğacdakı gərginliyin maksimal qiymətinə bərabər olmalıdır ki, rezonans baş versin. Yəni cəryan şiddəti maksimum olsun. Yəni lampanın parlaqlığı maksimum olsun. Yəni belə bir şəkil çəkəcəm sizə və bu şəkil çox qiymətli şəkildir. Baxın, burada bir lampa var şagirdlər.
Lampa bir tərəfi kondensator və bir tərəfi sarğac olan dövrəyə deyək ki, qoşulubdur və bu kondensator müqaviməti XC X elə bərabər olanda lampanın parlaqlığı maksimal olur. Bax belə. Buradan başqa biz nə deyə bilərik? Onu mən baxım. Hə, niyə maksimum olur? Onun niyəsini izah edeyim. Şagirdlər, siz funksiyanın ən böyük, ən kiçik qiymətini keçmisiniz. Bax, bu ifadənin L kvadratı plus XL çıxılsın XC ifadəsinin ən az qiyməti minimum ola bilməsi üçün zaten bu sıfır ola bilmir. Bu ifadənin sıfıra bərabər olması lazımdır. O ifadənin sıfıra bərabər olması üçün də XL-in XC-yə bərabər olması lazımdır ki, bunların fərqi sıfır eləsin. Bunların fərqi sıfır olanda avtomatik bu Z minimum olur. Z minimum olanda da I bərabər U böl Z-ə görə Z minimum olanda I maksimum olur. Yəni cəryan şiddəti kəskin artır. Yəni rezonans hadisəsi baş verir. Şagirdlər, burada qaldı transformator. Transformatora inşallah 6-cı gün baxacağam. Dərsin nəzəri hissəsi isə hələlik bu qədər.